Əziz dinləyicilər, bugün mən sizə mütləq sıfır rubrikası ilə çıxış edəcəm və bilirsiniz ki, mütləq sıfır rubrikası mənim mütləq sıfır əsərimdəndir. Əsərimdə harada qalmışamsa oradan başlayıram, mənim fikirlər söyləyirəm, həmin fikirlər əsasında da əlavə məlumatlar sizin nəzərinizə çatdırıram. Yazdıram ki, elm sahəsində kəşf olunan fiziki, kimyavi, mexaniki və sair qanunlar, elmi sahədə yazılan nəzəriyyələr, elmin inkişafı naminə aparılan elmi tədqiqat əsərləri və s. ideyalar məcmusunda özünə yer tapır. Bəzi ideyalar isə həm nəzəriyyə, həm də əyani formada özünü göstərir. Belə ki, ideyalar nəzəriyyə formasında yazılır, sonra onun real həyatda mövcudluğu üçün lazımi materiallar hazırlanır. Maketlər qurulur, sınaqdan keçirilir və özünü real həyatda təzahür etdirir. Bax, bu yazım fikir əsasında əlavə. Elm sahəsində kəşf olunan fiziki, kimyavi, mexaniki və digər qanunlar insan düşüncəsi məhsulu olan ideyalar məcmusunda formalaşır. Bu ideyalar elmi nəzəriyyələrdə öz əksini tapır və elmin inkişafına xidmət edir. Alimlər tərəfindən aparılan elmi tədqiqat işləri yeni biliklərin yaranmasına, mövcud biliklərin təkmilləşdirilməsinə imkan yaradır. Bəzi ideyalar yalnız nəzəri səviyyədə qalmaqla yanaşı, digərləri həm nəzəri, həm də praktik formada həyata keçirilir. Belə ideyalar əvvəlcə elmi əsaslar izah olunur, daha sonra onların real həyatda tətbiqi üçün uyğun materiallar hazırlanır. Maketlər qurulur, sınaqlar aparılır və nəticədə ideya real həyatda öz təsdiqini tapır. Bu proses elmin cəmiyyət üçün faydasını artırır və texnoloji tərəqqinin əsasını təşkil edir. İndi bu fikirlərə aid istəyirəm bir hekayə deyim. Gənc alim Rauf uşaqlıqdan uçan maşınlar haqqında düşünərdi. O kitabxanada saatlarla fizika və mexanika kitabları oxuyur, qeydlər aparardı. Bir gün Rauf öz ideyasını kağız üzərinə köçürdü. Bu enerji itkisi minimuma endirən yeni bir uçuş mexanizmi idi. İlk vaxtlar bu ideya sadəcə nəzəriyyə idi, lakin Rauf bununla kifayətlənmədi. O uyğun materiallar tapdı, kiçik bir maket hazırladı və sınaqlara başladı. İlk cəhd uğursuz oldu. Lakin o ruhdan düşmədi. Sınaqları davam etdirdi, səhvləri düzəltdi. Nəhayət bir gün maket havaya qalxdı. Raufun gözlərində sevinç parladı. Onun ideyası artıq təkcə kağız üzərində deyil, real həyatda da mövcuddur. Bu an Rauf anladı ki, elm ideyadan başlayır, zəhmətlə böyüyür və sonunda insanlığa fayda verir. İndi isə yenidən qayıdıram öz əsərimə. Yazıram ki, nəzəriyyə formalı ideyaları, yüksək şuurları məhsulu kimi düşünmək olar. Digər formal ideyalar həm yüksək şuurların, həm də insanların məhsulu kimi qəbul etmək olar. Fərd özünün real həyatda təsir etdiyi kimi, onun yaratdıqları bütün əşyalar da onların mövcudluğunu göstərir. İdeya olmasa şuur inkişaf etməz. İdeya olmasaydı adamlar həyatda yaşamağın şirinliyini, məqsəd və amanını, həyatın gözəlliyini, aləmlərin rəngarəngliyini, həyat nəbzinin əhəngdarlığını anlamazdı. Ona görə də insan beyni inkişaf etdirən, düşündürən, fikirlər məcmusunu yaradan əlbəttə ki, informasiyalardır. Əlavə. Nəzəriyyə formalı ideyaları yalnız yüksək şüura malik varlıqların məhsulu kimi qiymətləndirmək olar. Digər formalı ideyalar isə həm yüksək şuurların, həm də insanların yaradıcı fəaliyyətinin nəticəsi kimi
hesab edilə bilər. Fərd özünü real həyatda necə ifadə edirsə, onu yaratdığı bütün əşyalar da həmin fərdin düşüncə və şuur səviyyəsini əks etdirir. İdeyası şuurun inkişafı mümkün deyil. Əgər ideyalar mövcud olmasaydı, insanlar həyatın mənasını, yaşamağın şirinliyini, məqsəd və amalın əhəmiyyətini, həyatın gözəlliyini və aləmlərin rəngarəngliyini dərk edə bilməzlər. Həyatın nəbzindəki ahəng də məhz ideyaların varlığı ilə hiss olunur. Bu baxımdan insan beynini inkişaf etdirən, onu düşünməyə zövq edən və yeni fikirlər məcmusu yaradan əsas amil əlbəttə ki, informasiyadır. Buna aid bir hekayə deyim. Bir gün düşüncələrə dalmış bir insan sakit bir parkda oturmuşdur. O, ətrafındakı ağaçlara, insanlara və səmaya baxaraq düşünürdü. Bütün bunlar ideyası olsaydı necə görünərdir? O an anladı, gördüyü hər birindən hər yol, hətta sadə bir skamya belə vaxtıyla bir ideyanın məhsulu olub. İnsan öz şüurunu necə formalaşdırırsa, yaratdıkları da onun daxili dünyasını əks etdirir. Əgər ideyalar olmasaydı, insanlar məqsədsiz, arzularsız və rəngsiz bir dünyada yaşayarlar. Düşüncə onu belə bir nəticəyə gətirdi. Həyatın ahəngi informasiyadan, ideyalar isə düşünməkdən doğur. İnsan düşüncüsə inkişaf edir, inkişaf etdikcə dünyaya yeni mənalar qatır. İndi əsərimdən oxuyuram. Canlıların yaşadıkları həyatda görünən və görünməyən nə varsa, hamısı kosmik siqnalların məhsulu kimi qəbul olunmalı. Paralel həyatlarda yaşayan yüksək şuurlar uyanışlara ideyalar verməklə şuur səviyyəsinin inkişafında böyük təkan verici qüvvə hesab olunur. Ələbə. Canlıların yaşadığı həyatda görünən və görünməyən bütün hadisələr kosmik siqnalların təsirlə formalaşan vahid bir sistemin tərkib hissəsi kimi qəbul edilə bilər. Maddi aləmdə müşahidə olunan obyektlər və hiss olunmayan enerjilər eyni mənbədən qaynaqlanaraq varlığın bütövlüyünü təmin edir. Paralel həyatlarda mövcud olan yüksək şuurlu varlıqlar oyanış mərhələsində olan şuurlara ideyalar ötürməklə onların inkişafında mühüm rol oynayırlar. Bu ideyalar bəzən ani ilham, bəzən də dərin düşüncə, bəzən də kəşf formasında özünü göstərir. Məhz bu qarşılıq təsir nəticəsində şuur səviyyəsi yüksəlir, insan öz varlığını və kainatdakı yeni daha dərindən dərk etməyə başlayır. Beləliklə, kosmik siqnallar və ideyalar şuurun təkamülündə əsas hərəkət verici qüvvə rolunu oynayır. Buna aid bir hekayə. Gecənin sakit bir anında Aylin pəncərədən ulduzlara baxırdı. Birdən beynində qəribə bir fikir canlandı. Sanki bu düşüncə ona aid deyildi. Amma eyni zamanda tamamilə ona məxsus idi. O, bu ideyanın haradan gəldiyini anlamasa da, daxilində güclü bir oyanış hiss etdi. Aylin hiss edirdi ki, kainatda tək deyil. Görünməyən bir əlaqə, səssiz bir siqnal onun şuuruna toxunmuşdur. Bəlkə də paralel bir aləmdə yaşayan yüksək şuurlu varlıqlar ona yol göstərirdi. Bu ideya onun düşüncə tərzini dəyişdi, dünyaya baxışını genişləndirdi. O, ondan sonra Aylin anladı ki, insanın inkişafı təkcə gördükləri ilə deyil, hiss etdikləri və dərk etdikləri ilə ölçülür. Kainat isə bu oyanışların səssiz müəllimidir. İndi əsərimə qayıdıram. İdeyalar birbaşa yüksək şuurlar vasitəsilə həyata keçir. Çünki hər bir şəxsi idarə edən yüksək şuurlardır. Oyanışları maraqlandıran suallar həyatda çoxdur.
Onlar suallarını ətraf mühitə göndərir, siqnallar yer səthində hərəkət edir, yüksək şuurlar canlılar yaşayan məkana keçən zaman orada olan sual informasiyalarını qəbul edir, sual verən şəxslərlə əlaqə yaradırlar. Cavab siqnallarını insanın beyninə ötürürlər. Beləliklə, fərdlə yüksək şuurlar arasında əlaqə yaranır. Ələbə. Bəzi fəlsəfi yanaşmalara görə ideyalar birbaşa yüksək şuurlu varlıqların təsiri ilə həyata keçirilir. Bu baxışda hər bir fərdin davranış və düşüncə istiqamətində yüksək şuurun yön verdiyi qəbul olunur. Oyanış mərhələsində olan insanları həyatda çoxsaylı suallar maraqlandırır. Bu suallar şuurun dərin qatlarına ətraf mühitə yönəlir və informasiya formasında yayılır. Nəzəri baxımdan bu siqnallar yer səthində hərəkət edərək ümumi informasiya sahəsinə qarışır. Paralel müstəvilərdə mövcud olduğu düşünülən yüksək şuurlu varlıqlar bu informasiya axını qəbul edir və sual yaradan şuurlarla əlaqə qurur. Cavab xarakteri siqnallar isə insan beyninə ilham, intuisiya və ya ani anlayış formasında ötürülür. Beləliklə, fərdlə yüksək şuurlar arasında görünməyən, lakin hiss olunan bir əlaqə yaranır və bu əlaqə şuurun inkişafına təkan verir. Hekayə. Elvin uzun müddətdir eyni sual üzərində düşünürdü. İnsan nə üçün yaşayır? O bu sualı heç kimə verməmişdi, amma hər dəfə düşündükcə sanki sual boşluğa yayılırdı. Bir gecə sakitlik içində gözlərini yumdu. Birdən beynində qəribə bir aydınlıq yarandı. Cavab sözlə deyil, hisslə gəldi. Sanki kimsə ona dedi, sualın özü inkişafdır. Elvin bunun haradan gəldiyini bilmirdi. Amma içində dərin bir rahatlıq hiss etdi. O an anladı ki, bəzən cavablar kənardan deyil, görünməyən bir əlaqə vasitəsilə şuura çatır. Bu əlaqə insanı düşündürür, oyadır və irəli aparır. Elvin üçün artıq sual qorxulu deyildi. O, şuurun yeni qapısı idi. Yenidən əsərimə qayıdıram. İdeya həyata keçirilənə qədər yüksək şuurlu fərd bir-biri ilə təmasda olur. Elə ki, ideya öz mövcudluğunu tapır, yüksək şuurlu öz məkanına qayıdır. Yüksək şuurlara əlaqə müvəqqəti və daimi olur. Bu da ideyanın müvəqqəti və daimindən asılıdır. Elə ideyalar var ki, onlar alim ömrünə bərabər zaman çərçivəsində olur. Belə ideyalar daimi adlanır. Müvəqqəti ideyalar hər hansı bir əşyanın hazırlanıb real həqiqətə çevrilməsidir. İdeyalar şəxsi yaşadır, fərd ideyaları həyata keçirir. İnsan dünyası dəyişəndə ideyalar da onun üçün sönmüş olur. Ələbə. İdeya tam şəkildə həyata keçiriləndə yüksək şuurlu ilə fərd arasında davamlı bir təmas mövcuddur. Bu əlaqə ideyanın formalaşması, inkişafı və reallaşması mərhələlərində özünü göstərir. İdeya real mövcudluq qazandıqdan sonra yüksək şuurlu öz məkanına qayıdır və əlaqə zəifləyir və yaxud da tamamlanır. Bu yüksək şuurla yaranan əlaqə bəzən müvəqqəti, bəzən daimi xarakter daşıyır. Bu fərq ideyanın mahiyyətindən və zaman çərçivəsindən asılıdır. Elə ideyalar vardır ki, bir alimi yaxud da fərdin ömrü boyu onu müşahidə edir. Düşüncəsini istiqamətləndirir və həyat məqsədinə çevrilir. Bu cür ideyalar daimi ideyalar adlandırıla bilər. Müvəqqəti ideyalar isə konkret bir məqsəd üçün yaranır. Hər hansı bir əşyanın hazırlanması, bir problemin həlli,
və ya bir fikrin real həqiqətə çevrilməsi ilə tamamlanır. İdeyalar fərdi yaşadır, ona istiqamət verir. Fərd isə ideyaları həyata keçirərək onları maddi və ya mənəvi forma qazandırır. İnsan dünyası dəyişdikcə ideyalar onun üçün sönmüş sayılır, lakin bəzi ideyalar cəmiyyətin yaddaşına yaşayaraq yoluna davam edir. Buna aid bir hekayə. Faiqin bir ideyası var idi. Bu ideya illərdə onu rahat buraxmırdı. Oyanan kimi düşünür, yatanda belə beynində eyni fikir dolaşırdı. Sanki görünməyən bir varlıq daim onunla idi, yol göstərirdi. İllər sonra Faiq ideyasını həyata keçirdi. O an qəlbə bir boşluq hiss etdi. Düşüncəsindəki səs susmuşdu. Rab anladı ki, ideya artıq öz yolunu tapmışdı və onu müşahidə edən yüksək şuurlu geri çəkilmişdi. Yeni ideyalar gələcəkdir, yeni təmaslar yaranacaqdır. Çünki insan yaşadıqca ideyalar onunla nəfəs alır. İnsan getdikcə isə ideyalar ya onunla birlikdə sönür, ya da başqalarının yolunu işıqlandırmaq üçün yaşayır. Faiqin bir ideyası var idi. Bu ideya illərdə onu rahat buraxmırdı. Oyanan kimi düşünür, yatanda belə beynində eyni fikir dolaşırdı. Sanki görünməyən bir varlıq daima onunla idi, yol göstərdi. İllər sonra Rab ideyasını həyata keçirdi. O an qəlbə bir boşluq hiss etdi. Düşüncəsindəki səs susmuşdu. Rab anladı ki, ideya artıq öz yolunu tapmışdı və onu müşahidə edən yüksək şuur geri çəkilmişdi. İndi qayıdıram əsərimə. İnformasiyalar rəqəmlərlə kodlaşdırılır. Rəqəmlərin mahiyyətini açıqlayaq. 0 rəqəmi heç deməkdir. Onun rəqəmlər yanında böyük qüdrəti vardır. Əgər hər hansı bir rəqəmin arasında 0 yazılsa, rəqəm başqa bir ifadə alır. 0-ın əlavə edilməsi ilə ədədin qüdrəti də hiss olunur. Əgər bir rəqəmin yanına 0 yazılsa, 10 rəqəmini alır. Əgər bir rəqəmin yanına 0-lar artırsa, 10, 100, 1000 və s. rəqəmlərin təzahürünü görəcəyik. Bir rəqəminə 0-ların sayını artırmaqla onun ifadəsi dəyişir və böyük rəqəmlər alınır. Hər bir insanın vahid qabiliyyəti isə onun şuur dairəsi 0 olsa, həmin şəxsin ilk şuur dairəsi vahid olacaq. Bu o zaman baş verəcək ki, o mütləq 0-ı əldə edəcək. Bu, yazılan məsələdəndir. İndi əlavə. İnformasiya rəqəmlərlə kodlaşdırılır və hər bir rəqəm özündən müəyyən məna daşıyır. Bu sistemdə ən maraqlı və paradoksal rəqəm 0-dır. 0 zahirən heç nəyi ifadə etsə də, digər rəqəmlərlə yanaşı olduqda böyük bir qüdrət qazanır. O tək başına dəyərsiz görünür, lakin bir rəqəm yanında yer aldıqda həmin rəqəmin mənasını və ölçüsünü köklü sürətlə dəyişir. Məsələn, bir rəqəmi sadə bir vahiddir, amma yanına bir 0 əlavə edildikdə ona ya daha çox 0 əlavə edildikdə 100, 1000 və daha böyük ədədlərə çevrilir. Beləliklə 0 artdıqca ədədin gücü və təsir dairəsi genişlənir. Bu, riyazi həqiqəti insan şuuru ilə müqayisə etdikdə maraqlı bir məna ortaya çıxır. Hər bir insanın vahid kimi qabil etsə, onun şuur dairəsi 0 olduqda təsir gücü məhdud olar. Lakin insan 0-ı, yəni boşluğu, sükutu, bilmədiyini qəbul etməyi və yaxud da daxili təvəzzükarlığı dərk etdikdə onun ilk şuur dairəsi formalaşmağa başlayır. Bu halda 0 yoxluq deyil, potensial deməkdir. İnsan nə qədər çox 0 qazanarsa, yəni öyrənməyə açıq olarsa, özünü yeniləyər və dərin düşünərsə, onun şuuru bir o qədər də genişlənər və təsirini artırır.
Nəticə etibarilə sıfır həm rəqəmlər aləmində, həm də insan həyatında əsaslı bir məna daşıyır. O yoxluq kimi görünsə də əslində inkişafın, böyümənin və dəyərin başlanğıc nöqtəsidir. İnsan da məhz bu sıfırı dərk etdikdə öz həqiqi gücünü tapır. Qayıdaq əsərimə. Fərdin şuur dairəsi kamil zirvəsinə çataraq böyük qüdrətə malik olur. Öz şuuru ilə əlaqə yarada bilir, yüksək səviyyə çatır. İlk əlaqə nəticəsində şuur dairəsi ətraf mühitdən informasiyaları almağa başlar. Aldığı informasiyaları analiz edir, onun sirlərini aşmağa başlayır. Şuur dairəsi inkişaf edir, bütün informasiyaları alaraq ona cavab tapır. Sonrası cavablar informasiya ilə öz mənbəyinə ötürülür. Beləliklə, mənbədən gələn siqnalları insan qəbul edir, cavabını tapıb onu məkanına göndərir. İndi əlavə, fərdin şuur dairəsi tədricən inkişaf edərək kamillik zirvəsinə yüksəldikdə o artıq böyük idrak və təsir qüdrətinə malik olur. Bu mərhələdə insan yalnız xarici aləmlə deyil, həm də öz daxili şuuru ilə dərin və məqsədli əlaqə yarada bilir. Şuurun bu yüksək səviyyəsi fərdin reallığı sadəcə müşahidə etməsi ilə kifayətlənmir. Onu dərk etməyə, mənalandırmağa və istimləşdirməyə imkan verir. İlk əlaqə andan etibarən şuur dairəsi ətraf mühitdə müxtəlif formalarda informasiyalar qəbul etməyə başlayır. Bu informasiyalar, duyğular, düşüncələr, simvollar və təcrübələr vasitəsilə şuura daxil olur. Qəbul edilən məlumatlar analiz olunur, səbəb-nəticə əlaqələri qurulur və onların dərin qatlarında gizlənən məna və qanuna uyğunluqlar açılmağa başlanır. Beləliklə, şuur pasiv qəbul mövqeyindən çıxaraq aktiv idrak mexanizminə çevrilir. Şuur dairəsinin inkişafı ilə informasiyanın emalı da daha da mükəmməlləşir. İnsan yalnız verilən suala cavab tapmır, eyni zamanda yeni suallar formalaşdırır. Biliklərini ümumiləşdirir və onları daha geniş idrak sisteminə inteqrasiya edir. Bu prosesdə şuur öz-özünü tənzimləyən və yenilən bir sistem kimi fəaliyyət göstərir. Alınan informasiyalar cavab formasında yenidən öz mənbəyinə, yəni məkanın və varlığın informasiya sahəsinə ötürülür. Beləliklə, insan ilə mənbə arasında qarşılıqlı informasiya mübadiləsi yaranır. Mənbədən gələn siqnallar insan tərəfindən dərk edilir, analiz olunur və cavablandırılır. Bu cavablar isə yenidən məkana ötürülərək ümumi informasiya axınının bir hissəsinə çevrilir. Elmi baxımdan bu proses idrak, informasiya emalı və yerbedir mexanizmi kimi izah oluna bilərsə, fəlsəfi baxımdan insanın kainatla və varlıqla vəhdət halında olmasının, deməli, kainatla varlıqla vəhdət halında olmasının təzahürü kimi qiymətləndirilir. Nəticədə də şuur kamilə doğru irəlilədikcə, insan həm özünü, həm də mövzunu daha da dərindən dərk edən bir varlıq səviyyəsinə yüksəlir. Yenidən qayıdıram əsərimə, yazıram, şuur dairəsi inkişaf edərək vahidlik çərçivəsinə sığışmır. Daha mürəkkəb fikirlər almaq istəyir. Bu zaman fərd növbəti şuur dairəsini qəbul edir. Hər bir şuur dairəsi informasiya gətirici hesab olunur. Onun rəqəmli ifadəsi 100-dür. Yüksəlmə səviyyəsi A bərabərdir ki,
Bəzi şuur dairələri daha mürəkkəb informasiyalar verir. Bunu qabil edən insan beyni məlumatları alır, onun açılışını verir, cavablar olan şuur dairələri öz məkanlarına qayıdır. Əlavə. Şuur dairəsi inkişaf etdikcə artıq vahidlik çərçivəsində qalmaqla kifayətlənmir. Daha mürəkkəb və çoxqatlı idrak formalarına can atır. Bu mərhələdə fərdin düşüncə strukturu sadə qavrayışdan çıxarıb, abstrakt, sistemli və simvolik məna daşıyan informasiyaları qəbul etməyə yönəlir. Belə bir keçid yalnız kəmiyyət artımı deyil, eyni zamanda keyfiyyət yeni bir idrak səviyyəsinin formalaşması deməkdir. Növbəti şuur dairəsinin qəbul edilməsi fərdin idrak sistemində strateji xarakteri daşıyır. Hər bir şuur dairəsi informasiya gətirici funksiya yerinə yetirir. Və bu rəqəmsal modeldə 100 vahidli informasiya tutumu ilə ifadə olunur. Burada 100 rəqəm yalnız kəmək göstəricidir, bütövlüyü, tamamlanmanı və strukturlaşdırılmış bilik sahəsini simvolizə edir. Yüksəlmə səviyyəsinin A bərabər 2 olması isə şuurun ikili xarakterini, qəbul və ötürmə, analiz və sintez, sual və cavab mexanizmlərini özündə birləşdirdiyini göstərir. Bəzi şuur dairələri digərlərinə nisbətən daha mürəkkəb informasiyalar təqdim edir. Bu informasiyalar xətti deyil, çox ölçülü və dərin məna qatlarına malik olur. İnsan beyni bu mərhələdə sadəcə informasiya anbarı kimi deyil, aktiv interpretasiya və dekodlaşdırma mərkəzi kimi fəaliyyət göstərir. Alınan məlumatlar analiz olunur, simvolik strukturlar açılır və onların mahiyyəti idrak səviyyəsində formalaşdırılır. Bu proses açılış kimi xarakteriz oluna bilər. Yəni, gizli mənaların şuur səviyyəsində aşkara çıxarılması. Bu nəticə etibarilə cavablarını kodlaşdırılmış şuur dairələri öz informasiya məkanlarına geri qayıdır. Bu qayıdış pasiv bir proses deyil, əksinə əldə edilmiş idrak nəticələrinin ümumi informasiya sahəsinə inteqrasiyasıdır. Elmi baxımdan bir mexanizm geri bildim yaxud da informasiya dövranı prinsip ilə izah oluna bilər. Fəlsəfi müstəvidə isə bu hal insan şuurunun kainatla qarşılıqlı əlaqədə olan açıq bir sistem olduğunu göstərir. Və beləliklə də şuur dairələrinin ardıcıl inkişafı təkcə bilik sahəsi, beləliklə şuur dairələrinin ardıcıl inkişafı fərdi, yəni insanı təkcə bilik sahibi deyil, həm də varlığın dərin strukturunu dərk edən idrak subyektinə çevirir. Əziz dinləyicilər, özünüz görürsünüz ki, burada mən mütləq sıfır əsərimdən bir neçə cümlələr oxuyuram və bu cümlələr əsasında əlavə fikirlər sizin nəzərinizə çatdırıram. Və bununla da istəyirəm ki, bu mütləq sıfır rubrikasında bugünkü çıxışımı
tamamlayayım. Hələlik bu qədər. Sağ olun, gəlin görüşlərə.